Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. DOSTV-nin efirində xoş gördük hər birinizi. Dövlət Məşğulluq Agentliyi ilə DOSTV-nin birgə layihəsi olan İş Saatını izləyirsiniz. Yeni mövzularımız və aktual xəbərlərimiz ilə qarşınızdayıq. Bugün İş Saatında Dövlət Məşğulluq Agentliyinin yeni layihələrindən danışacağıq. Belə ki, məktəbli gənclərin inkişafı yay düşərgəsi və karyera körpüsü layihələrinə start verilib. Bu layihələrə kimlər müraciət eləyə bilər? Detalları qonağımızla müzakirə eləyəcəyik və ətraflı məlumatları sizin diqqətinizə çatdıracağıq. Bəs geridə qoyduğumuz həftə ərzində nələr baş verib? Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovun Masallı rayonunda vətəndaş qəbulu keçiriləcək. Azərbaycan Texniki Universitetində növbəti əmək yarmarkası keçirilib. Daha ətraflı həftənin xəbər xülasəsində. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovun 8 may 2026-cı il tarixində Masallı rayonunda vətəndaş qəbulu keçiriləcək. Qəbulda Masallı rayon sakinlərinin işlə təmin olunma, özünü məşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə dair digər sahələrlə bağlı müraciətləri cavablandırılacaq. Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə növbəti əmək yarmarkası keçirilib. Yarmarkada yüz işə götürən tərəfindən 800-dən çox vakansiya təqdim edilib. İştirakçılara bu vakansiyalar üzrə iş öhdəlikləri barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilib və uyğun namizədlərin qeydiyyatı aparılıb. Düşünürəm ki, belə bir layihənin ümumiyyətlə təşkil olunması gənclər üçün çox faydalıdır. Çünki gənclər ümumiyyətlə əmək bazarı ilə tanış olurlar, hansı vakansiyalar var və hansı bazarlıqların daha çox inkişaf etdirsələr bu vakansiyalar üzrə uğurlu namizədlər ola bilərlər. Yəni bu kimi şeyləri kəşf edib və bu qədər şirkətləri tanımaqları düşünürəm ki, yaxşı bir şeydir və bütün gənclərə uğurlar arzulayıram. İnsanların işlə təmin olması, vasitəçi olmaq bizə böyük məmnuniyyət hissi doğurur. Ümid edirəm ki, bir çox işçi bu yarmarka vasitəsilə özünə iş tapmış olar və karyerasını qurmuş olar. 4-cü kurs tələbəsiyəm Azərbaycan Texniki Universitetində aerokotik mühəndislik ixtisası üzrə. Bu tədbir barəsində universitetin web səhifəsindən link vasitəsilə daxil oldum, qeydiyyatdan keçdim. Çox uğurlu hesab edirəm bu cür layihələri, karyera sərgilərini. Çünki bizim kimi yeni başlayan tələbələr üçün, karyera, əmək bazarına yeni addım atan tələbələr üçün çox böyük fürsətlər yaradır. Gördüyümüz kimi bir neçə şirkətin, xüsusən də bizim ixtisasımızla bağlı olan şirkətlərin istər dövlət, istər özəl olsun, biz görürük ki, burada kifayət qədər vakansiyalar mövcuddur. Mən öz ixtisasım barəsində və Data Science ixtisası üzrə müraciətlər etdim. Ümid edirəm ki, uğurlu olacam. Hesab edirəm ki, bu çox yaxşı təşəbbüsdür və burada artıq bir neçə şirkət var. Həmin şirkətlər könüllü proqramları və təcrübə proqramları təklif edirlər və Texniki Universitetin bu layihəyə ev sahibliyi etməyi məncə çox yaxşı ideyadır və gənc işdə axtaranlar üçün yaxşı bir təşəbbüs olacaq. Dövlət Məşğulluq Agentliyi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı peşə təhsili və məşğulluq sahələri arasında əlaqələrin gücləndirilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin edilməsi və məzunların məşğulluq imkanlarının artırılması istiqamətində mövcud yanaşmalar və prioritetlər, peşə yönümlü xidmətlərinin təşkili, karyera mərkəzlərinin fəaliyyəti və özünü məşğulluq proqramı üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Dövlət Məşğulluq Agentliyi ilə Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Resurslarının İnkişafı Mərkəzi arasında imzalanmış fəaliyyət planı çərçivəsində iki qurumun əməkdaşlarının iştirakı ilə onlayn workshop keçirilib. Müzakirələr zamanı tərəflər icra etdikləri sosial layihələri və əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən təşəbbüslər barədə fikir mübadiləsi aparıblar. Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə 1-5 iyul tarixlərində məktəbli gənclərin inkişafı yay düşərgəsi keçiriləcək. Düşərgə 5 gün davam edəcək. Bu müddət ərzində iştirakçılar üçün müxtəlif təlimlər, master-klasslar və interaktiv görüşlər keçiriləcək. Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək. İştirak üçün dma.gov.az saytında yerləşdirilmiş link vasitəsilə qeydiyyatdan keçmək tələb olunur. Son müraciət tarixi isə 22 may 2026-cı ildir.
Ötən həftə regional məşğulluq filialları tərəfindən də bir sıra işlər görülüb. Yeni peşə kursları var, işə götürənlərlə əməkdaşlıq görüşləri davam elətdirilir, əmək yarmarkaları keçirilib. Region xəbərləri ilə efirimiz davam edir. Bugün haqqında danışacağımız layihələrin əsas məqsədlərindən biri də gənclərin bacarıqlarının inkişaf etdirilməsi və onların əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmalarının təmin edilməsidir. Məhz bu baxımdan Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən peşə hazırlığı kursları da xüsusi önəm daşıyır. Agentliyin özəl sektorla əməkdaşlığı bu prosesi daha da effektiv eləyir. Belə uğurlu tərəfdaşlıqlardan biri də Yuteka Məhdud Məsuliyyətli Cəmiyyəti ilə qurulan əməkdaşlıqdır. Ümumiyyətlə məşğul olmaq həvəsim var idi. Evdə də özüm məşğulam. Daha da irəliləməkdən ötürü kursa müraciət etmək istədim. Dost mərkəzinə yaxınlaşdım, məni yönləndirdilər. Dərslərdən çox razıyam. Hər bir xanım bir sənətə yiyələnsin. Biz burada həm də təqaüd alırıq deyə, o da hər bir qadınca bir motivasiyadır. Peşəyə də çox maraqlanırdım. Təsadüfən qarşıma çıxdı. Burada bizə hər bir şeyi öyrədirlər. Ümid edirəm ki, kursu yüksək balla bitirəcəm və tezliklə iş həyatına qatılacağam. Məsləhət görərdim ki, Məşğulluq Agentliyinə müraciət etsinlər və bu kurslara qatılsınlar. Burada xanımlarımız həm təqaüd alacaqlar, həm də şinyasçı peşəsinin dərinliklərini öyrənəcəklər. Bizim dərslərimiz 37 dərsdən ibarətdir. 15 dərs nəzəri, 22 dərs praktiki dərslərdir. Biz artıq biskvitlər, tortların yığılması, şəkər xəmiri ilə işlənməsi, bir çox desertlərimizi artıq həm nəzəri, həm də praktiki olaraq keçmişik. Xanımlarımız hər biri sərbəst şəkildə özləri işləyə bilirlər. Yuteka MMC şirkəti olaraq 2025-ci ilin avqustundan bu günə dək mühasib, sığorta agenti, satış mütəxəssisi, back-end developer və qəmnatçı ixtisasları üzrə ümumilikdə 175 vətəndaş peşə hazırlığı kurslarına cəlb olunmuşdur və eyni zamanda 100-ə yaxın müdavinlə bağlı öhdəlik icra edilmişdir və icrası davam etməkdədir. Başqa təlim mərkəzləri də bu layihəyə Dövlət Məşğulluq Agentliyi ilə birgə layihəyə qoşulmaqla vətəndaşların ödənişsiz və keyfiyyətli peşə hazırlığı kurslarından yararlanmasına səbəb ola bilərlər. Həmçinin dövlət tərəfindən maliyyə dəstəyi ala bilərlər və bu da hər iki tərəf üçün faydalı olacaqdır.
Efirimiz davam edir, hörmətli tamaşaçılar. İş saatını izləyirsiniz. İş saatında bugün Dövlət Məşğulluq Agentliyinin yeni layihələrindən danışacağıq. Agentliyin Mərkəzi Karyera filialı tərəfindən 2 yeni layihəyə start verilib. Bunlar məktəbli gənclərin inkişafı yay düşərgəsi və karyera körpüsü layihələridir. Layihələr kimlər üçündür? Daha ətraflı məlumatı indi studiyamızın qonağı ilə birgə sizin diqqətinizə çatdıracağıq və iş saatının bugünkü qonağı Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının xidmət inkişaf şöbəsinin baş mütəxəssisi Rəşidli Aytəndir. Xoş gördük siz Aytən xanım, xoş gəlmisiniz. Xoş gördük. Aytən xanım, yeni layihələrdən danışırıq. Qeyd elədim, məktəbli gənclərin inkişafı yay düşərgəsi və karyera körpüsü. Çox maraqlı adları var layihələrin. Əminəm ki, özü də çox maraqlı layihələrdir. İçi də dolu-doludur. Daha ətraflı danışacağıq əlbəttə hər ikisindən. Amma ilk olaraq istəyirəm ki, bu 2 layihə haqqında ümumi bir məlumat verək. Bu layihələrdə əsas yanaşma, əsas hədəf nədən ibarətdir? Təşəkkür edirəm. Bu hər iki layihəmiz fərqli hədəf qrupuna yönəlsə də, lakin bizim ümumi yanaşmamız budur ki, gənclərimizin seçim mərhələsində daha şuurlu və istiqamətli şəkildə irəliləməsidir. Çünki biz Mərkəzi Karyera filialı olaraq bir çox hədəf qrupundan işləyirik. Lakin bu prosesdə bizim ən çox diqqətimizdə və nəzərimizdə olan hissə gənclər və xüsusilə də məktəblilərdir. Və bildiyimiz kimi karyera planlanması mövzusunda sırf məktəb dövründə başlayır. Ümumi yanaşmamızı desək, gənclərimizin əmək bazarında daha dayanıqlı və operativ şəkildə irəliləməsi üçün bu kimi layihələrin həyata keçirilməsi daha məqsədə uyğun hesab edirik. İlk olaraq danışaq məktəbli gənclərin inkişafı yay düşərgəsindən. Ümumiyyətlə, bu düşərgə formatlı layihələr mən düşünürəm ki, hər zaman maraqlı olur. Bu layihə ideyası ümumiyyətlə necə yarandı və burada əsas biz o məktəbli gənclərə hansı bacarıqları formalaşdırmağı hədəfləmişik? Bildiyiniz kimi biz bir çox hədəf qrupundan işləyirik. Burada əsasən də gənclər, məktəblilər və digər yaş kateqoriyaları özünü əks etdirir. Lakin sırf ixtisas seçiminin məktəb dövründən başladığını nəzərə alaraq bizim ilk nəzərimizdə olan qrupda məhz məktəblilərdir. Lakin ümumiləşdirsək, gənclərlə birlikdə və ya da ki, digər hədəf qruplarımızdan bizə seminarlar, webinarlar, workshoplar edə bilirik. Amma məktəblilərin öyrənərək əylənməsi modelini irəli sürsək, biz düşündük ki, onların yay tətilində düşərgə vasitəsilə öyrənərək inkişaf etməsi daha məqsədə uyğundur. Ona görə bu düşərgə layihəsini düşündük və bu prosesdə bizim məktəblilərimiz təlimlərə cəlb olunacaqlar, prosesi yerindəcə öyrənəcəklər, təcrübə vasitəsilə onların daha çox yadında qalacağını ümid edirik. Aytən xanım, siz qeyd elədiniz ki, təlimlər olacaq iştirakçılar üçün. Yəqin ki, bu yalnız bir təlimi əhatə edən bir proqram deyil. Səhv eləmirəmsə müddəti 5 gündür düşərgənin. Hansı tarixdə olacaq və həmin 5 gün ərzində onları hansı fəaliyyətlər gözləyir? Hansı mövzular ətrafında təlimlər gözləyir? Yəni bu 5 günü necə keçirəcəklər onlar? Buradan bir məlumat verək, həm də daha da həvəslənsinlər qeydiyyat üçün. Mən layihəmiz haqqında ətraflı məlumat verim. Bizim düşərgə layihəmiz 1-5 iyul tarixlərində həyata keçiriləcək. Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən tədris mərkəzində həyata keçiriləcək. Düşərgə prosesində əsas hədəf qrupumuz 7-9-cu sinif şagirdləridir. Burada onların dediyim kimi təlim hissəsinə daha çox özünü tanıma, əmək bazarının tanınması, gələcəyin peşələri haqqında, eyni zamanda yumşaq bacarıqlarının inkişafına yönəlmiş təlimlər keçəcək. Onlar artıq həm əmək bazarına hazırlıqdır, həm də ki, öz karyeralarına hazırlıq mərhələsində daha bilikli və daha məlumatlı olsunlar. Neçənci sinif şagirdlərini əhatə edir bu layihə? 7 və 9-cu sinif şagirdlərini əhatə edir. Necə düşünürsünüz bu təlimlərin sonunda, çünki müxtəlif mövzuları əhatə eləyəcək təlimlər, həm də içərisində yumşaq bacarıqlar və s. var. Onların növbəti mərhələlərdə peşə seçimlərinə necə təsir eləyəcək ümumiyyətlə? Düşərgədən əvvəl və sonrasında onlar hansı fərqindəlikləri yaşamaları planlaşdırılır? Biz ümumi araşdırmalar və analizlərimiz onu göstərir ki, gənclərimiz, məktəblilərimiz ixtisas seçimi edərkən ətrafdan məlumat alırlar və yaxud da ki, əmək bazarında öz tanışlarından, müəllimlərindən məlumatlandırırlar. Amma bildiyiniz kimi karyera planlamasında əsas hissə onların özünü tanımasıdır. Öz bacarıqlarını, maraqlarını, istedadlarını müəyyən edərək o istiqamətdə
öz ixtisas seçimi etməlidirlər və bunun mərhələsi olaraq da yenə dediyim kimi bazar araşdırmasıdır ki, gələcəyin peşələri də, aktual sahələr nədir? Bunların məlumatlı olduqları təqdirdə ixtisas seçimləri daha uğurlu olacaq və karyeraya digər seçimlərə nisbətdə 1-0 öndə başlayacaqlar. Bizim də məqsədimiz odur ki, ixtisas seçimini daha şuurlu, sistemli şəkildə həyata keçirsinlər. Əla. Biraz da qeydiyyat prosesi haqqında danışaq. Artıq layihə elan olunub, qeydiyyat başlayıbmı və nə qədər müddət davam edəcək və qeydiyyat prosesindən sonra onlar qeydiyyatı necə həyata keçirə bilərlər və daha sonra onları hansı mərhələlər gözləyir? Bizim qeydiyyat onlayn platforma üzərindən həyata keçiriləcək. Artıq 27 aprel tarixindən Dövlət Məşğul Agentliyinin saytında və sosial şəbəkələrdə bununla bağlı elanlar paylaşılıb və 22 may tarixinə qədər qeydiyyat prosesi davam edəcək və ümumi seçim mərhələsi 2 prosesdən ibarətdir. Onlayn qeydiyyat və sonraki halda müsahibələr. Bu prosesdə bizim məqsədimiz layihəyə maraqlı olan, inkişafa meyilli olan, öyrənmək həvəsi olan gənclərin seçilməsidir və seçimin yekununda 100 nəfər uğurlu məktəblimiz düşərgədə iştirak etmək hüququ qazanacaq. Eyni şəkildə düşərgənin yekununda, 5 günün yekununda onlar sertifikatla təmin olunacaqlar. Bu seçim prosesi qeydiyyatdan sonra, yəni qeydiyyat mərhələsində onlar üçün hazırlanmış qeydiyyat linkindən verdikləri, oradakı suallara verdikləri cavablar əsasında mı seçiləcək, yoxsa daha sonra müsahibələr mi olacaq? Biz qeydiyyat prosesində açıq suallarda qeyd etmişik ki, niyə düşərgədə iştirak etmişsiniz, sizin buradan gözləntiləriniz nədir? Eyni zamanda müsahibə prosesində onları daha yaxşı tanımaq üçün, dediyim kimi uyğunluğunu daha yaxşı müəyyən etmək üçün müsahibə prosesindən sonra iştirakını tam müəyyən edə biləcəyik. Yəni ki, onları seçim üçün 2 mərhələ gözləyir qeydiyyatdan sonra. Onlayn və müsahibə seçimi. Müsahibə seçimi. Bir daha xatırladaq, hazırda layihəyə qeydiyyat davam eləyir. Dövlət Məşğulluq Agentliyinin dma.gov.az saytında xəbərlər bölməsində həm layihə ilə bağlı ətraflı məlumat yerləşdirilib, həm də qeydiyyat linkini orada görə biləcəksiniz. Həmin link vasitəsilə qeydiyyatdan keçirsiniz və daha sonra sizin artıq digər mərhələyə keçdiyiniz təsdiqləndiyi halda əlaqə saxlanılacaq. Aytan xanım, digər layihəmiz Karyera Körpüsü layihəsidir. Bununla bağlı da bir müddət əvvəl məlumat paylaşılmışdı ki, belə bir layihəyə start verilib. Bu layihədə əsas məqsəd nədən ibarətdir və kimləri əhatə eləyəcək? Bu layihə bizim Sosial Xidmət Agentliyi ilə birlikdə ərsəyə gətirmiş bir layihədir. Burada daha çox internet və sosial xidmət müəssisələrində hal-hazırda təhsil alan 9-11-ci sinif şagirdləri və eyni zamanda məzun olunmuş gənclərimizdən bağlı olan bir layihəmizdir. Dediyiniz kimi hal-hazırda layihəmiz başlayıb və istərdim ki, bu layihənin mərhələləri haqqında məlumat verim ki, bizim burada əsas istəyimiz gənclərə fərdi yanaşmanı həyata keçirməkdir. Çünki bizim karyera məsləhətçilərimiz hər bir gəncimizlə fərdi şəkildə görüşlər keçirdir. Onların bacarıqlarını, maraqlarını, onlara uyğun ola biləcək sahələrin müəyyən olmasında dəstək göstərir və bununla bağlı arayışlar tərtib olunacaq. Daha sonra isə həmin gənclərimizin bizim məşğulluq tədbirlərimizə istiqamətləndirməsi üçün yönləndiriləcək. Burada peşə hazırlığı kurslarına cəlb oluna bilərlər, aktiv əmək bazarından bağlı məlumatlandıra bilərlər, işlə təmin olma məsələsinə yönləndirilə bilərlər ki, biz onların indiki halda təlimlərə cəlb olunduqdan sonra əmək bazarına çıxışını təmin olmasına dəstək göstərir. Yəni layihə çərçivəsində həmin şəxslərə yalnız təlim dəstəyi mi göstəriləcək? Növbəti addımlarda başqa fəaliyyətlər də var mı? İlkin halda fərd dediyim kimi karyera məsləhətçiləri tərəfindən olanlar iş aparılacaq. Daha sonra təlimlər və eyni zamanda bootcamp həyata keçiriləcək və sonraki prosesdə isə bizim dediyim kimi aktiv məşğulluq tədbirlərinə yönləndiriləcəklər. Son olaraq Aytan xanım, qarşıda başqa hansısa bir layihələr varmı dəqiqləşən, hansı ki biz onu tamaşaçılarımıza qeyd eləyə bilərik, başqa hansı yeniliklər gözlənilir? Biz mərkəzi karyera filialı olaraq gənclərin peşə yönümü istiqamətində maarifləndirmək və tam şəkildə məlumatlandırmaq üçün bir çox layihələri icra eləyirik və il ərzində də layihələrin icrası davam edəcək və indiki halda dediyimiz 2 əsas aktual layihəmizin icrası prosesindəyik, amma növbəti zamanlarda bizim
bizim daha çox insanları əhatə edəcək, daha çox fayda verəcəyimiz layihələr artıq icrasına başlanmışdır. Gənclərimizin bu kimi layihələrdə aktiv olmasını tövsiyə edirik. Bizim maarifləndirici və məlumatlandırıcı digər layihələrimizə qoşulmağını tövsiyə edirik və hər birinə uğurlar arzu edirik. Təşəkkür edirik. Biz də sizə uğurlar arzuluyuruq və layihələrinizi gözləyirik. Layihələr olsun, biz də bu studiyada onlar haqqında danışaq. Təşəkkür edirəm sizə. Sağ olun. Belə hörmətli tamaşaçılar, iş saatını izləyirdiniz. Bugün efirimizdə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən icrasına başlanan Məktəbli Gənclərin İnkişafı Yay düşərgəsi və Karyera körpüsü layihələri haqqında danışırdıq. Artıq bilirik ki, bu layihələr kimin üçündür, necə qeydiyyatdan keçmək lazımdır və layihə iştirakçılarını bu prosesdə nələr gözləyir. Agentliyin icra elədiyi digər layihələr və məşğulluq xidmətləri ilə bağlı məlumatı saytımızdan, sosial şəbəkə hesablarımızdan və Dost TV vasitəsilə əldə edə bilərsiniz. İş saatında növbəti həftə yenə görüşəcəyik. Özünüzü qoruyun. Hələlik.